buradan tutmuş 70 metr sayılacaq deyil. Buradan ora kimi ta ki təpəni bir dənə xahiş edirəm ki, ta ki təpiyə kimi deyir verilir. Bizim mal qoyunun örüşü yoxdur. Mallarımız acından ölür. İndi hal-hazırda bizə deyirlər ki, bura girməyin, buradan çıxın. Yəni otarmağa yerimiz yoxdur. Biz görürük ki, televizorda, xəbərlərdə görürük ki, cənab Prezident İlham Əliyev nə qədər pul ayırır. Məsələn, üçün ayırır ki, 150 min maldarına, iri buynuzlu, xırda buynuzlu heyvanlara məsələn pullar ayırır. Biz istəmirik pul. Sadəcə biz xahiş edirik ki, Prezidentimizdən və onun xanımı Mehriban Əliyevadan bizim mal qoyun örüşünü əlimizdən almasınlar. İlqar Həsənov əlimizdən alır, o da deyir ki, mənə yuxarıdan deyirlər. Əlimizdən alır, hal-hazırda başqa rayonun cəmaatlarına satır. Başqa rayonun cəmaatlarına satılır. Biz hal-hazırda oranı görürük, biz xahiş edirik Prezidentimizdən və onun xanımından artıq dərəcədə bizə köməklik eləsinlər. Ağsaqqallarımız olar, siz danışacaq buyurun. Əvvəla salam. Biz üzümüzü tuturuq Göytəbə xalqı cəmaatı adından. Üzümüzü tuturuq cənab Prezident İlham Əliyevə və vitse-prezident onun xanımı Mehriban Əliyevaya, cənablarına. Gördüyünüz kimi bizim örüş sahəmiz, otlaq sahəmizi əlimizdən alırlar. Buna bir çarə qılın, bizə biz köməkli edin. Biz kasıb təsərrüfatla, yəni kiçik təsərrüfatla öz qazancımızı istəyirik ki, bir qazanc eləyək, bir özümüzə çörək tapayıq, dolanışığımızı bundan çıxardırıq, bizim də dolanışığımıza mane olurlar. Biz istəyirik ki, cənab Prezident İlham Əliyev cənabları bizə köməkli eləsin. Bax, gördüyünüz bu ərazini bizim əlimizdən alırlar. Bizim də gözümüzü tikmişik bu əraziyə. Biz kiçik təsərrüfatından məşğuluq. Yəni ki, hökumətimiz də özü bildirir ki, biz təsərrüfat sahəsində yəni ki, ölkəmiz inkişaf eləsin. Bizim məmurlarımız bildirirlər ki, güya ki, Prezident belə bir qərar verib ki, mal, heyvan, təsərrüfatı ancaq bağlı şəraitdə, tövlə şəraitində yəni ki, bələdiyyəmiz tərəfindən bildirirlər ki, güya bizim Prezident belə qərar verib ki, təsərrüfatı ancaq bağlı şəraitdə keçirdilir. Biz bağlı şəraitdə bunu keçirdəcəksə, bizə nə sərf eləyəcək, biz bundan nə çörək qazanacaq, nə tər eləyəcək biz bunu. Buna bir əlac qırılsın, ya da ki, elə bir şərait, bir vəsait ayırsın ki, biz bunu bağlı şəraitdə saxlayaq, bundan qazanc əldə eləyək. Bunlar da, yəni ki, qoyundur, maldır, bunlar da bağlı şəraitdə sərf eləmir. Yəni ki, bizə bir köməkli eləsin, biz bu çarəsizliyimizə bir çarə qılsınlar, bizə bir köməkli eləsinlər, bizə bir işıq yol göstərsinlər ki, biz də ona uyğun hərəkət eləyək, biz yəni ki, öz dolanışığımızı əldə eləyək. Gördüyünüz bu beton dökülən vaxtı buradaydı. Bələdiyyəmiz də gəlmişdi. Bələdiyyəmizə özümüzü, yəni dedi, bura örüşdür. Vermə bu həyət yeri. Dedi, sizin işiniz yoxdur. Təpiyə kimi verilib 2005-ci ildə 10 dənə həyət yeri. 10 dənə də həyət yeri başqa bir 60 sot verilir. Bunun yolu kolu 1 hektar, 7 hektarda örüşümüz var. Cəmisi, cümisi. Onun da çoxu dərədir, həndəydir. Qoyunlar gündə düşür suya. Elə biz dikli otara bilmək, xəndəyin içində qoyun malımızı qıraq bu suyun içində. Xahiş edirəm Prezidentimizdən artıq dərəcədə. Özü tezliklə bu işlərlə məşğul olsun, baxsın bu işlərə. Mehriban Əliyevdən xahiş edirik. Bizim heyvanlarımızı otarmağa otlaq sahəsi təşkil eləsinlər. İcra başçısına məktub yazıb göndərmişik. Cənab Prezident İlham Əliyevə dünənləri məktubumuz gedir. Vitse Prezidentimiz Mehriban Əliyevə dünənləri məktubumuzu göndərmişik. Xahiş edirik. Göytəbə əhalisinin adından sizdən xahiş edirik ki, verilməyin qabağını alız bunu. Bizə qaytarın bu örüşümüzü. Mən Cəlilabad rayonunun Göytəpə şəhərinin sakiniyəm. Göytəpə şəhərin bələdiyyəsi bizim mal örüşü verirlər. Yardımda, Mirikdən gələn adamlar bütün torbaları satılır. Bizim mallarımızı evdə saxlama imkan yoxdur, örüşümüz yoxdur bundan başqa. Hamısı satılır. Bundan sonra bizim mal qoyub, bundan sonra hiçbir şey saxlayaq qalxıda. Niyə gedək? Örüşümüz satılır bizim, bundan başqa yerimiz yoxdur. Mirikdən yardımda gəlirlər, bizim torpağımızı verirlər.
Biz qalmışıq belə çək. Çox xahiş edirəm, bu barədə bizə kömək edin. Bizə